Qarabağın oyununu izləyəndə 90 dəqiqə həyəcan içindəydim. Onu qeyd edim ki, mən həmişə Qarabağa inanmışam. Bu sözləri News 24-də Qarabağ Benfica oyunun nəticəsi haqqında danışan Milli Məclisin deputatı Aqil Abbas deyib. İnanırdım, mən həmişə inanmışam Qarabağa. Ben Qurbanova inanmışam və inanım da doğrultu. Bir gün qabağa açıqlama vermişdim ki, qələbə ilə qaynaşıyor. Qarabağ tarixdə daha gözəl oyunu nəinki bizdə. Buna mən Qurbanovun qələbəsi deyirəm. Yani tek vuruşurdu, öyle bir sistem kurmuştu, öyle bir oyun kurmuştu. Millət vəkili açıqlamasında Qarabağ üçün hər zaman qurban kəsdiyini də deyib. Köylən atlar deyirlər, mən deyirəm ayğır atlar, qurbanın ayğır atları taptalayıb keçdi. Santuşun qohum əqrəbələrinə taptalayıb keçdi. Bugün də deyəcəm, kətdə kəsəcəklər, oradakı imkan sahələr paylayırlar yani. Hər dəfə qələbə çalanda, hətta qələbə sağ-salamat gəlməklərinə də qurban deyir. Qarabağı komandası Xarici İşlər Nazirliyindən çox şükür. Elman Məmmədov naziri dedim, ondan çox şükür Qarabağı tanıtmaq.